Abşeronda güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində yaşayış obyektlərin birində qeydə alınıb. Qeyd edim ki, yanğın Həyat Hadisi İdarəsi giriş olduğundan əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin çoxsaylı briqadası və canlı qüvvələri cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Oğlan bana dəriyot su. Eve çıktı. Hani? Eve gitti. Ya geçme. Abşeronda ambar kimi fəaliyyət göstərən yaşayış obyektində güclü yanğın olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində sex kimi qeydiyyatda olan, amma ambar kimi fəaliyyət göstərən yaşayış obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətlərinin və Sumqayıt Regional Mərkəzin qüvvələri cəlb olunub. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər həyata keçirilib. Eve keçir. Allah getdi damatın evdə düşür. Yanğının kəşfiyyatı zamanı ambarda alışqana meyilli olan məhsullar, eləcə də 2 ədəd avtomobil tamamilə yanaraq kül olub. Eləcə də yaxınlıqda olan evlərdən biri ciddi zərər görüb. Bütün bunları nəzərə alan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının həyata keçirilmiş operativ tədbirləri sayəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində obyektdə baş vermiş yanğın daha da genişlənməsinə imkan verilmədən qısa müddət ərzində söndürülüb. Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə də keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.